Salam, Reopen Media'nın Renews Haber kanalı canlı yayıma başlayır. Studiyada Diana Karapetyan işləyir. Xəbər buraxılışına Azərbaycanla bağlı xəbərlərlə başlayırıq. Əsir və etkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında əsasnamədə dəyişikliklər təsdiq edilib. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə fərman imzalayıb. Sənəddə əsasən komissiyasının qərarlarının icrasını təmin edən işçi qrupun üzvlərinin sayı 8 nəfərdən 15 nəfərə çatdırılıb. Dəyişikliklərin səbəbi barədə rəsmi açıqlama yoxdur. Lakin bir neçə gün əvvəl bu məsələ ilə məşğul olan Azərbaycan və Ermənistan komissiyaları görüş keçirib. Dünən isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə əsir və itkin düşmüş, girov götürülmüş şəxslər məsələləri üzrə fəaliyyət göstərən komissiyasının növbəti iclası baş tutub. 500 mindən artıq sənədsiz ev təkcə Bakı şəhərində var. Bunu Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Arzuxan Alizadə komitənin bugünkü iclasında çıxış zamanı deyib. Deputat əlavə edib ki, həmin ərazilərdə olan evlərə eyni zamanda neftli suların dolması da vəziyyəti daha da acınacaqlı edib. Bu evlərin bir hissəsi neft ərazisində tikilib və bu ərazilər SOCAR-a aiddir. SOCAR gərək bunlar üçün xüsusi məktub versin ki, bunun əsasında sakinlər öz evlərini sənədləşdirsinlər. Dünyanın artıq koronavirusu unutduğu bir vaxtda Ermənistanla sülh müqaviləsinin demək olar ki, razılaşdırdığı bir şəraitdə belə Azərbaycanda karantin rejimi iyulun 1-dək uzadılıb. Sərhədlərin bağlı qalması həm pandemiya, həm də təhlükəsizlik məsələləri ilə əsaslandırır. Milli Məclisin deputatı Arzuxan Alizadə vurğulayıb ki, sərhədlərin bağlı qalması artıq pandemiyadan çox dövlət və milli təhlükəsizliklə bağlıdır. Yəni, dünya koronavirusa arxasını çevirdiyi halda Bakı hələ də sərhədləri bağlamaqda qətiyyətlidir. Bu, Əliyev məntiqi davamlı hərbi təlimlərlə və sülh gündəliyindəki mövcud problemlərlə birləşdikdə heç də yaxşı perspektivlər vəd etmir. Gözləyək, görək, gələcəkdə hadisələr necə inkişaf edəcək. Bakı ermənilərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı məhkəmə kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə güya zərərçəkmiş şəxslər ifadə veriblər. Bu proses tamamilə qapalı qapılar arxasında aparılır və məlum deyil ki, həm erməni əsilli siyasi fiqurlar, həm də zərərçəkmiş kimi təqdim olunan şəxslər nə kimi ifadə verirlər. Bu kontekstdə Bakıda bəzi narazılıq səsləri eşidilir ki, onlara da növbəti reportajlarımızda ətraflı toxunacağıq. Uşaqlara ermənilərə nifrət öyrədirən Heydar Baba sevgisi aşılanan məktəblərdə bu dəfə başqa bir tərbiyə üsulu ilə qarşılaşdıq. Artıq şagirdlərin ağızlarını belə bağlayıblar. Belə ki, Azərbaycanın Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşdirən məktəbdə müziki dərsi zamanı ibtidai sinif müəlliminin yolverilməz davranışı ilə bağlı araşdırma aparılıb. Bakı şəhəri üzrə təhsil idarə tərəfindən məsələyə dair valideynlərlə və müəllimlə görüşlər keçirilib. Lazımi tövsiyələrə verilib. Ermənistana qayıtmaq istəyən azərbaycanlılara qarşı güya süni hüquqi maneələr yaradılır. Bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İctimai Birliyinin İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib. Bakıda qürurla səsləndirilir ki, güya Qərbi Azərbaycana dönüşün qarşısının Ermənistan tərəfi alır. Lakin bu ritorika bir mühüm faktı görməməzliyə vurur. Məhz Azərbaycan özü etnik səmizləməyə nəticəsində Dağlıq Qarabağın erməni əhalisinin kütləvi şəkildə öz evlərini tərk etməsinə və Ermənistan Respublikasında qaçqın statusu ilə yaşanmasına səbəb olub. Azərbaycan Milli Olimpiya Komitəsi hələ də Paris 2024 yay Olimpiya oyunlarının təşkilat komitəsindən Azərbaycanlı idmançılara qaytarılmış medallarla bağlı konkret cavab almayıb. Bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bugün təşkilatın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərlə açıqlamasında bildirib. O qeyd edib ki, Paris Olimpiyasında təqdim olunmuş kəşfiyyatssız medalları əvəzlənməsi üçün bütün zəruri addımlar atılıb.
İndi isə Bakıdakı proseslərdən keçərək Ermənistana paytaxt İrəvana baxaq. Əvvəlcə Ermənistanın daxili siyasətindəki ən ciddi məsələ barədə danışaq. İmpiçment prosesi siyasi gündəmə daxil edilib. Artıq baş nazir postuna bir namizədin adı məlumdur, lakin parlamentdə təmsil olunan iki müxalifət fraksiyası öz imzalı müraciətlərini təqdim etsələr də, bu mərhələdə prosesi birlikdə irəlilətmək üçün konsensus əldə olunmayıb. Baş nazirliyə namizəd irəli sürən siyasi qüvvənin lideri Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan bəyan edib ki, əgər 54 imza toplanarsa, impiçment təşəbbüsü parlamentə təqdim olunacaq. Məsələ gündəlik diqqət mərkəzimizdədir. İnkişaflarla bağlı sizi məlumatlandıracağıq. Ermənistan baş nazir Nikol Paşinyan Rusiya günü münasibətlə Rusiya Federasiyasının prezidenti Vladimir Putinə və Rusiya Federasiyasının baş naziri Mixail Mişustinə təbrik məktubu göndərib. Xüsusilə Vladimir Putinə ünvanlanan mesajda deyilir: "Əminəm ki, birgə səylər sayəsində Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqədar ölkəmizin xalqlarının rifahı naminə inkişaf edəcək və möhkəmləndirəcək." Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də Vladimir Putinə təbrik məktubu göndərib. Məktubda o deyib: "Əminəm ki, dost xalqlarımızın və ölkəmizin maraqları naminə biz bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi üçün bütün səyləri göstərəcəyik." Hazırda demarkasiya prosesi ilə bağlı heç bir proses yoxdur. Bu barədə Tavuş İcra Hakimiyyət başçısı Hayk Qalumyan parlamentin brifinqdə bildirilib. O qeyd edib ki, Giransk kəndi tərk edənlər yoxdur. Qalumyan sərhəddəki atışmalarından da danışaraq Azərbaycan tərəfinin təxminən bir ay əvvəl Bərd qəsəbəsi istiqaməsində nizamsız atəş açdığı bildirib. Xatırladaq ki, bir il əvvəl Ermənistan və Azərbaycan sərhədində Giransk kəndi yaxınlığında dirəklər quraşdırılıb, divar tikilib. Divar artıq çatlayıb, lakin həm Ermənistan, həm də Azərbaycan tərəfindən sərhədin növbəti hansı hissəsində delimitasiya işlərinin aparılacağını barədə heç bir məlumat verilmir. Ermənistan süni intellekt sahəsində qlobal proseslərə yalnız müşahidəçi kimi deyil, yəni imkanlar yaradan fəal iştirakçı kimi qoşulur. Yüksək Texnologiyalar Nazirliyi Firebird şirkəti və Nvidia şirkətinin əməkdaşlığı ilə regionun texnologiya xəritəsini köklü şəkildə dəyişəcək strateji layihə həyata keçirilir. Nazir Mıxitar Haryapetyan bildirib ki, bu süni intellekt mərkəzi yenilik, təhsil, elmi tədqiqatlar və sahibkarlıq üçün mühüm platforma olacaq. Yerli və beynəlxalq startapların inkişafını dəstəkləyəcək və Ermənistana regional texnologiya mərkəzlərindən birinə çevirəcək. Ermənistan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib ki, Arad Mirzoyan Marseldə Hindistan və Fransa tərəfdaşları tərəfindən ilk dəfə olaraq bu formatda təşkil olunan Aralıq Dəniz Raisinna konfransında iştirak edəcək. Ermənistan və Hindistanın Xarici İşlər Nazirləri növbəti xüsusi əlaqələr, Hind-Sakit Okean regionu və Avropa arasında strateji tərəfdaşlığının dəyərləşdirilməsi başlığı altında keçirəcək panel müzakirəsində birgə iştirak edəcəklər. İndi isə beynəlxalq xəbərlərə nəzər salaq. Hindistanın qərbində yerləşən Əhmədabad hava limanı yaxınlığındakı yaşayış massivində sərnişin təyyarəsi qəzaya uğrayıb. İndi isə beynəlxalq xəbərlərə nəzər salaq. Hindistanın qərbindəki yerləşən Ahmadabad hava limanı yaxınlığındakı yaşayış massivində sərnişin təyyarə qəzaya uğrayıb. Bu barədə yerli mətbuat məlumat yayıb. Təyyarənin göyərtəsində 2050 nəfərin olduğu bildirilir. Sərnişin və ekipajın taleyi barədə məlumat yoxdur. İlkin məlumata görə təyyarə Londona uçurmuş və asfaltda adı əməliyyatlar zamanı qəzaya uğrayıb. İranın Barsiyan vilayətində limanda baş verən yanğın nəticəsində 10 ticarət gəmisi yanıb. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hərtərəfli araşdırmalardan sonra əlavə və rəsmi məlumat veriləcək.
Amerika Birleşmiş Ştatların Rusiyadaki sefiri Lynn Tracy tezlikle OZ misyasını başa vuracaq. Amerika Birleşmiş Ştatların Moskvadaki diplomatik misyası bildirilib. Kommersant yazır ki, onun səlahiyyətlərinə xitam veriləcəyi dəqiq tarix göstərilməyib. Lynn Tracy 2023-cü ilin yanvarından Amerika Birleşmiş Ştatları Rusiyadaki sefiridir. Bundan əvvəl diplomat Amerika Birleşmiş Ştatların Ermənistandakı sefiri olub. İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Rəhbərlər Şurasının qəbul etdiyi qətnaməni pisləyib və bunu Amerika Birləşmiş Ştatların və 3 Avropa ölkəsinin siyasi motivli addımı adlandırıb. Bu barədə İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı birgə bəyanatında qeyd edilib. Bildirilib ki, bu addım siyasi motivlərlə əsaslanır, texniki və hüquqi əsası yoxdur. Qeyd edilib ki, İranın AEB-nın siyasi qətnaməsində cavab verməkdən başqa çarəsi yoxdur. Avropa İttifaqıya üzv ölkələr arasında Gürcüstanla vizasız rejimin dayandırılmasına dair müzakirələr aparılır. Bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski jurnalistlərə açıqlamasında deyib. Üzv ölkələr arasında nə edilə biləcəyinə dair müzakirələr davam edir və ideallardan biri vizasız rejimin dayandırılmasıdır, Herchinski deyib. O, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərinin son bir ildə yaxşı istiqamətdə getmədiyini qeyd edib. Gürcüstan illərdir ki, Avropa İttifaqı ilə imtiyazlı münasibətlərə malikdir. Biz güclərlə Avropaya vizasız gediş-gəliş və azad ticarət zonası imkanlarını planlaşmayıq. Təəssüf ki, təxminən bir ildir ki, Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlər yaxşı getmir, Herchinski deyib. İran istənilən ssenariyə hazırdır. Hərbi strategiyası var. Bu barədə İnqilab Keşikçilər Körpüsünün baş komandanı Hüseyn Səlami bildirib. Onun sözlərinə görə İran istənilən səviyyədə müharibəyə hazırdır. Biz istənilən səviyyədə istənilən müharibəyə hazırıq. Düşmən biz hərbi təhdid edir. Biz istənilən ssenariyə və vəziyyətə hazırıq, o qeyd edib. Biz səs-küyü söndürməyə və vacib olanı danışmağa davam edirik. Siz bizi YouTube, Telegram, Instagram, X, Facebook, Spotify'da tapa bilərsiniz və ya bizi reopen.media saytımızda izləyə bilərsiniz. Dünyada və xüsusilə regionda baş verən mühüm hadisələri diqqətə saxlayacağıq, sizə obyektiv və hərtərəfli informasiya çatdırmağa davam edəcəyik. Bugünlük bu qədər və görüşərədək.